Bugün sizi Azərbaycanın müdafiə tarixində yeni bir səhifə açan mövzuya aparıram. İlk 15 saniyədə bilin ki, bu video sadəcə texnika deyil, gələcək strategiyanın açarıdır. Azərbaycan müasir raket proqramı ilə regionda çəkindirici gücünü necə qurur və sabahın təhlükəsizlik xəritəsini necə formalaşdırır? Müstəqillikdən sonra mərhələli şəkildə inkişaf edən milli müdafiə konsepsiyası çərçivəsində Azərbaycan raket imkanlarını yalnız sayla deyil, dəqiqlik, inteqrasiya və komanda idarəetmə üstünlükləri ilə gücləndirib. Burada əsas prinsip ağıllı çəkindirmədir. Yəni, yüksək dəqiqlikli zərbə, operativ kəşfiyyat məlumatları ilə real vaxt koordinasiyası və çoxqatlı hava raket müdafiəsi ilə balansın qorunması. Son illərdə yerli sənaye potensialının artması, müttəfiqlərlə texnoloji əməkdaşlıq və təlim-tədris sisteminin modernləşdirilməsi nəticəsində raket proqramı tək platformalar toplusu deyil, vahid ekosistem kimi formalaşıb. Bu ekosistemdə kəşfiyyat müşahidə vasitələri, pilotsuz sistemlər, komanda nəzarət şəbəkələri və dəqiq zərbə vasitələri bir-birini tamamlayır. Nəticədə qərar vermə dövrü qısalır, risklər azalır və çəkindirici effekt yüksəlir. Azərbaycanın yanaşması müdafiə yönümlüdür. Məqsəd regionda sabitliyi qorumaq, suverenliyi təmin etmək və istənilən təhdidə cavab vermək üçün etibarlı potensial saxlamaqdır. Raket proqramının gələcək mərhələləri isə texniki modernizasiya ilə yanaşı, kadr hazırlığına, simulyasiya və təlimlərin dərinləşdirilməsinə, logistik dayanıqlığa və beynəlxalq hüquq çərçivəsində şəffaflığa fokuslanır. Bütün bunlar göstərir ki, Azərbaycan güc nümayişindən çox ağıllı planlama, dəqiqlik və inteqrasiya ilə irəli gedir. Bu da uzun müddətli təhlükəsizlik və regional balans üçün əsas şərtdir. Əgər bu cür dərin, real və faktlara söykənən analizləri davamlı görmək istəyirsinizsə, kanala abunə olun ki, daha yaxşı videolar hazırlamağa davam edək.